Bunlar bizim lifting effekti yaradan üzümüzdə. Lifting effekti yaradan lifting anti-age tonal kremimiz və perfect tonal kremimiz. İlk öncə istəyərdim başlayaq bizim lifting anti-age yazılan bu tonal kremimizlə. Bu tonal kremimizin əsas funksiyası nədən ibarətdir və hansı dəri tipləri istifadə edə bilər, yəni seçim edə bilər bu tonal kremimizi. Bu tonal kremimiz adından da bəlli olduğu kimi daha çox qırışları, daha çox anti-age effekti verərək, yəni dərimizi daha sıx, daha cavan göstərərək, eyni zamanda qırışların arasında yığılmayaraq, anti-age effekti yaradaraq, sıx görünüşlü, incə qırışların görünümünü azaldan və üzümüzə təkrar olunmaz parıltı verən bir tonal kremdir. Bu tonal krem sayəsində bəzən olur ki, hətta bunu biz daha çox quru dərilərdə də yaşayırıq. Çünki quru dərilər də susuz qaldığı üçün üzdə cizgilərin görünüşü daha çox artır. Bu zaman isə tonal kremimiz həmin cizgilər arasında dolaraq daha belə deyək də qırışlı formada, dərdən atıq formasında görünür və eyni zamanda da daha çox qırışlı, yəni yuxarı yaş həddində olan xanımlarda da tonal kremimiz daha çox cizgilərə dolaraq, yəni o xoş görüntünü aradan qaldırır. Bunun üçünsə, yəni anti-aging xüsusiyyətinə sahib olan bu məhsulumuzla siz üzünüzdə olan incə cizgiləri qapada bilərsiniz, onların görünüşünü aradan qaldıra bilərsiniz və eyni zamanda dərinizə daha sıx, daha sağlam, daha parlaq bir görünüş verə bilərsiniz. İstifadəsi isə çox sadədir və serum formasındadır. Likid tonalimiz və qapadıcılığı isə qapadıcı tonal funksiyası oynayır. Yəni üzünüzdəki ləkələri də bağlamaq xüsusiyyətinə malikdir. Bundan da bir nömrə seçib, yəni orta tona sahib olan bir nömrə seçib sizə göstərmək istəyirəm. Teksturasını gəlin elə hər birindən 3 nömrə, çünki digərlərindən 3 nömrəni göstərdik. Bu seriyadan da sizə 3 nömrəmizi gördüyünüz kimi çox yumuşaq teksturaya sahibdir. Baxmayaraq ki, qapadıcılıq, yəni örtücülük funksiyası var. Buna baxmayaraq teksturası çox yumuşaqdır və üzdə maska effekti yaratmır. Tam əksinə olaraq üzdə tam təbii, sağlam bir görünüş yarada biləcək bir tonal kremdir. Gəlin bunu da düzdür, mən əslində tonal kremi bu formada yayıb dəridən silmək olmaz. Sadəcə olaraq mən daha tez bir zamanda istəyirəm ki, sizə effektini göstərim deyə daha tez bir zamanda onu həll eləməyə çalışıram. Digər tonal kremlərdən fərqli olaraq, əgər hiss etdiksə, daha biraz ağır teksturaya sahibdir. Yəni, daha çox qapadıcı funksiyasını yerinə yetirir. Mən indi sizə bu tonal kremi düzdür, biraz bunu kameradan ötürmək daha çətindir, amma mənə elə gəlir ki, bu yetəri qədər kameradan sizə yansıyır. Baxın, bu hissədəki görürsünüzmü qapadıcılığı? Həm qapatdı, həm dərini daha parlaq göstərdi, həm də eyni zamanda görürsünüzmü, dəridə qəti şəkildə yığılmadı. Tam canlı, təbii görünüş yaratdı. Bunu təbii ki, üzümüzə tətbiq edərək də indi görəcəyik.